İki hissədən ibarət olan mansardır. Gördüyünüz biri metal örtü hissəsidir. Digəri isə Çornopol vurulub. Yəni bunun üst hissəsini izolyasiya etməyə xüsusi ehtiyac yoxdur. Yəni dam örtüyünü. Çünki ora heç bir halda heç bir əşya qoyulmayacaq. Və sahənin kvadrat metrəyə sərf olunan materialları nəzərə alsaq, məhz bu tavan izolyasiya olunması daha məqsədə uyğundur. Aha, burada bir dənə problem yarana bilər. Nə problemi? Bu hissə ilə bu hissənin xüsusi izolyasiya birləşməsi olmadığı üçün yaxşı olar ki, bura xüsusi diqqət olunsun. Əgər belə deyək, hətta birinci dəfə işləyən adam gərək onu tamamilə axıra qədər izolyasiya etmiş olsun, canını qurtarsın. Amma yox, sonradan məhsullar və işlərdə qabağa düşmək üçün həm maliyyəsində, həm zamanında əgər Çornopolun altı izolyasiya olunursa, gərək ki, bax bu birləşmələrdə diqqətli olasınız. Birləşmələrdə əsas məsələ budur ki, daşın digər hissəsinə qədər izolyasiya olunmalıdır. Bu hissələrdə də tamamilə gəlib köşklərə qədər bağlanmalıdır. Beləcə qrupumuz tərəfindən hazırda Qubada mansardın izolyasiya işlərinə start vermişik. Xeyirli olsun sahibinə. Yeni sahələrində görüşmək ümidi ilə 114 izolyasiya qrup Qubada.